şirkət Bakıdakı uşaq evləri və uşaq bağçalarına verdiyi səba toyuqlarının son təyinat yerinə uşaqlara çata bilməməsindən narahatdır. Uşaq müəssisələrinə pulsuz verilən bu məhsulu kimləri isə adi vətəndaşlara aşağı qiymətə satması istisna edilmir. Biz deməli uşaq bağçalarına, uşaq evlərinə uçulu məhsullarının çatdırılması üçün Bakı şəhər İcra Hakimiyyətinin deposuna qədər olan müddətə nəzarət edə bilirik. Xahiş edirik ki, əgər bizim məhsullarımızı uşaq bağçalarına, uşaq evlərinə təyinat üzrə verildikdən başqa hardasa rast gəlinərsə, onda bizim telefonlarımıza zəng edə bilərsiniz. Audit departament tərəfindən bunlara barəsində ciddi tədbirlər görüləcək. Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti ilə Dəvəki Royal Açıq Səhmdar Cəmiyyəti arasında imzalanmış müddətsiz müqaviləyə görə Bakıda dövlət tabeliyində olan bütün uşaq bağçası və uşaq evləri səba toyuqları ilə pulsuz təmin olunmağa başlayıb.